Ötən gün İsmaillidə bıçaqlanma hadisəsi baş verib. Doğru Xəbər Azərbaycan Unikala istinadən bildirir ki, hadisə saat 23 radələrində rayonun Talıstan kəndində şəxsi münasibətlər zəminində qeydə alınıb. Belə ki, hadisə zamanı rayon sakinləri 2005, 2008, 2007 və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaqla xəsarət yetirilib. Polis tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb, faktla bağlı araşdırma aparılır. Hadisə kənddə keçirilən toy mərasimi zamanı qeydə alınıb. Belə ki, Talıstan kənd sakini 2002-ci il təvəllüdlü Elşən Babayev Səid adlı həmkəndlisinin toyunda iştirak edib. O daha sonra sərxoş vəziyyətdə qonaqlardan biri ilə mübahisə edib və məclisin keçirildiyi mağaradan kənarda münaqişə yaşanıb. Bu zaman bəy və digər şəxslər Babayev sakitləşdirmək istəyib. Lakin Elşən bıçaqla bəy də daxil olmaqla 4 nəfərə xəsarət yetirib. Elşən ilkin ifadəsində bildirib ki, məclisdə atası barəsində xoşagəlməz sözlər danışılıb, buna görə də məsələni aydınlaşdırmaq istəyib. Xəsarət alanlardan birinin vəziyyəti daha ağır olduğundan İsmail rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Bıçaqlanan şəxslər bunlardır: bəy 2005-ci il təvəllüdlü Səid İsayev, qonaqlar 1976-cı il təvəllüdlü Rahil İsmailov, 2007-ci il təvəllüdlü Osman İsmailov və 2008-ci il təvəllüdlü Məhəmməd Mirzəyevdir.